Deməli bir yaşlı qadın var. Mən heç vaxt Allahın yaratdığı tutaq ki, gözdür, qüsur mən lav eləmərəm. Amma insan gedib pullar töküb, burasını doldur, orasını silikon, milikon, Təranə xanım demiş. El olanda Allahın qəzəbinə gəlir, Allah əyir. Bax onları deyirəm. Bu qəbildən bir müğənni var. Bu mənim bir dostum bəstəkara deyir ki, salam necəsən deyir, salam deyir. Mənə bir mahnı yaz. Bu da məni yurdu ki, falan kəs mənə göz basır bayaqdan. Bəstəkarın da var bir 36-37 yaşı, bunun da var 70 yaşında. Bu dəli olub ki, 70 yaşında arvad buna belə eləyir. Mən də deyirik ki, öldür haqqın yemə. Allah'ın da olsun düz danışıram. Mən and içirəmsə bilin ki, düzdür. Bu da mənə dedi ki, bu nə ola bilər də? Bu da bunun göz vurmağına qarşılıq eləyə bilməyib, utanıb. Həm də ki, bu bunun payı deyil axı ki, bu bunun göz vurmağına bir qarşılıq versin də. Yəni, rəyincə olmayıbdır bunu. Mənə dedi, mənə deyir, göz vurub məni yoldan çıxardı. Dedim, yox. Dedi ki, öldür haqqın yemədən. Mən düşmən ola bilərik falan. Amma bu yaşda o onu o fikirlə eləməyib. Dedi, nədir? Dedim, o elə bir ki, onun biri öz-özünə belə eləyir. Hə, bax belə. Yəni, indi mən canımın qorxusundan hər kosmetologa getmirəm ki, gedərəm, iğnəni vurarlar, səhv vurarlar, nə eləyərlər? Belə qalaram, bax. Belə eləyir, bax, marqat. Qapaq şəkilə də bunu qoyun, milli şou, bax. Bunu qoyun, qapaq şəkilə patlayacaq.